Şuşa yenidən qlobal medianın mərkəzinə çevrilir. İyulun 13-də rəsmi olaraq işinə başlayacaq 4-cü Qlobal Media Forumu bu ilin sülh təşviqi və həqiqətin bərpası mövzusuna həsr olunacaq. Artıq nüfuzlu beynəlxalq platformaya çevrilən Şuşa forumuna bu ilki maraq da böyüdü. Tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Ümumilikdə 30 beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu Qarabağda bir araya gələcək. 2 gün davam edəcək forumda rəqəmsal platformada təhlükəsizlik, dezinformasiya ilə mübarizə və süni intellekt dövründə media etikası kimi qlobal çağırışlar müzakirə olunacaq. Əsas hədəf cəmiyyətlər arasında sarsılmış etimadın bərpası üçün praktiki addımların atılmasıdır. Xatırladaq ki, ilk dəfə 2022-ci ildə baş tutan Şuşa forumu ötən 4 il ərzində qlobal media gündəliyinin müzakirə olunduğu ən aparıcı beynəlxalq platformalardan birinə çevrilməyi bacarıb.